ətrafa zərər verəcək mənfi bir xüsusiyyəti yoxdur. Elektrik mühərrikləri istənilən yerdə quraşdırıla bilər. İstənilən, məsələn, döşəmədə quraşdırıla bilər, döşəmə altında quraşdırıla bilər, divarda quraşdırıla bilər, hər hansı bir alətin, cihazın içərisinə quraşdırıla bilər və elektrik mühərriki də ki, elektrik enerjisini mexaniki enerjiyə çevirən bir maşındır. Elektrik mühərriklərinin bəzi əlamətləri var ki, bunlara görə bir-birindən fərqlənir. Bunlar da hansılardır? Fırlanan maqnit sahəsinin alınma üsulu desək, kollektorlu, kollektorsuzdur. Fırlanan maqnit sahəsinin üsuluna görə kollektorlu, kollektorsuz olur. Ən çox da istifadə olunan kollektorlu elektrik mühərrikidir. Çünki kollektorlu elektrik mühərriki həm elektrik enerjisini mexaniki enerjiyə çevirir, həm mexaniki enerjini elektrik enerjisinə çevirə bilir. Yəni həm generator kimi, həm mühərrik kimi işləmə funksiyası var. İstifadə olunan cəryanın növünə görə sabit və dəyişəndir. Yəni sabit və dəyişən olur. Bunu belə deyim də sizə. Məsələn, biz istifadə edirik batareyadan. Batareya sabitdir. Yəni 1,5 volt gücünə elektrik ötürür və bitdisə, yəni bitir. Eyni miqdarda da saxlayır. Ancaq məsələn, hər hansı bir elektrikə qoşulan bir enerji ilə işləyən bir cihaz olsun. Yəni işıq artanda gücü çoxalır, işıq azalanda gücü azalan da mühərriklər var. Və sabit və dəyişən fazaların miqdarına görə bir fazalı, üç fazalı və gücünə görə bir-birindən fərqlənir mühərriklər, elektrik mühərrikləri. İndi isə keçək kollektorlu elektrik mühərrikinin iş prinsipinə baxaq və görək hansı hissələrdən ibarətdir, iş prinsipi necədir. Biz dedik ki, bu mövzumuz fizika fənni ilə inteqrasiya olunur. Fizika qanunlarına əsaslanaraq maqnit sahəsində olan naqilə elektrik cərəyanı buraxanda demək, cəryanın ətrafında yaranan maqnit sahəsi ilə sabit maqnit sahəsində yaranan qarşılıqlı qüvvə bir-birinə təsir etməyə başlar və biz bunu necə bilirik? Sol əlimizi elə tuturuq ki, maqnit sahəsində həmin o qüvvə xətləri bizim ovucumuzun içərisinə daxil olsun və 4 barmaq cəryan istiqamətinə yönəlir. Və bu zaman baş barmağımız isə 90 dərəcə açılmış vəziyyətdə olur. Və biz bu cəryanı belə hiss edirik ki, əlimizin içərisinə daxil olan qüvvə deməli bizi bir hissəsi əlimizi çəkir, digər hissəsi isə itələyir. Yəni əlimizin içərisində hiss edirik ki, elektrik deməli həmin o enerji əlimizin içərisində daxil olan zaman itələyir. Amma əlimizin arxa hissəsində hiss edirik ki, elektrik enerjisi həmin o qüvvəni çəkir. Yəni biri itələyir, biri özünə çəkir. Deməli, bunu da bizə burada şəkildə də başa salmaq üçün, izah etmək üçün göstəriblər əyani şəkildə. Deməli, burada gördüyümüz kimi hər iki tərəfdə maqnit sahəsi eyni anda deməli təsir edir. Eyni anda maqnit sahəsi təsir edir. Bir tərəfi cəzb edir, bir tərəfi isə itələyir. Bura itələyir, burada cəzb edir. Daha sonra indi isə keçək, görək çərçivədə başqa nə var. Çərçivədə cəryanın istiqamətini avtomatik dəyişdirilməsi üçün dəyişdirici açar. Dəyişdirici açar budur. Dəyişdirici açar quraşdırılır və iki yarım dairəvi, söhbət bunlardan gedir. İki yarım dairəvi kontakt leyfədən ibarətdir. Bu qırmızı cəzb edir. Bu bənövşəyi rəngdə olan da itələyici qüvvədir. İki lastik kontakt lövhədən ibarətdir və kontakt lövhədə yəni iç tərəfi fırçadır. Belə deyim. İç tərəfində fırçalar var. Daha sonra bu da kollektorlu elektrik mühərriklərdir və burada da hissələr də verilib. Buradakı rəqəmlərlə
buradakı rəqəmləri bir-birinə tutuşduraraq hissələrin hansı-hansına aid olduğunu bilə bilərsiniz. Elektrik mühərrikinin də hərəkətsiz hissəsi statordur. Daimi maqnit sahəsi yaradır stator. Quruluşu etibarilə də sarğıları və nüvəsi elektromaqnit şəklindədir. Və mühərrikin fırlanan hissəsi də rotor adlanır. Rotorda lövbər və kollektordan ibarətdir. Lövbər özü də nüvə və sarğıdan ibarətdir. Şəkildə rəqəmləri ilə göstərilib. Şəkildən rəqəmləri mövzudan oxuya-oxuya şəkildən hansı rəqəm hansı hissəsinə aid olduğunu asanlıqla öyrənə bilərsiniz. Daha sonra kollektor lövbərin valında bərkidilib və hərəkətə deməli lövbərin hərəkəti vala daha sonra da işçi orqana ötürülür. Val statorun arxasında bir də ön tərəfində preslənmiş şəkildə dirsəkli yastıqlar vasitəsilə fırlanır. Və mühərrikin soyudulması üçün qanadı var, hansı ki filtratoru var, pəri var və deməli bu cür iş prinsipi də bu cürdür. Burada başqa nəsə qaldısa, İndi isə keçirik. İndi isə keçirik suallara cavab verməyə. Deyək, nəyə görə sənaye müəssisələrində elektrik mühərriki geniş yayılır? Biz dedik ki, elektrik mühərrikinin iş əmsalı yüksək olduğuna görə geniş yayılıb. Və elektrik mühərriki işləyən zaman buxar, ətrafa buxar deməli və yaxud da zəhərli qaz və yaxud da tüstü ətrafa zərərli qazları buraxmır. Buna görə də geniş yayılıb və istənilən yerə də quraşdırıla bilər. Məsələn, divara quraşdırıla bilər, hər hansı bir cihazın tərkibində daxilinə quraşdırıla bilər, döşəmənin üzərinə quraşdırılaraq istifadə edilə bilər. Elektrik mühərriki nə üçün nəzərdə tutulub? Cihazın, qurğuların, bunların hərəkətə gətirilməsi üçündür elektrik mühərriki. Elektrik mühərriki necə təsnif olunur? İş prinsipi hansı hadisəyə əsaslanır? Biz dedik ki, elektrik mühərrikinin iş prinsipi necə təsnif olunduğunu biz yuxarıda burada hansı cərəyan növləri burada dedik. Məsələn, fırlanan maqnit sahəsinin alınma sürətinə görə kollektorlu, kollektorsuz. İstifadə olunan cərəyan növünə görə sabit dəyişən, fazaların miqdarına görə bir fazalı, 3 fazalı olur. İş prinsipi də necədir? İş prinsipi bir tərəfi deməli itələyici qüvvə olur, bir tərəfi isə deməli özünə çəkən hissə olur ki, itələyici və özünə çəkən hissə deməli arasında olan maqnit sahəsi nəticəsində elektrik yaranır. Daha sonra kollektorlu elektrik mühərrikinin əsas hissələrini sadalayın və onların təyinatını şərh edin. Mövzuda bunu izah etmişəm. Əsas hissələri hansılardır? Rotordur, statordur, deməli kollektorun özüdür, lövbərdir, sarğıdır, nüvədir, valdır. Başqa nə var ki burada? Dirsəkli yastıqlardır, pəridir, nədir o? Ventilatorudur, nüvəsidir və s. Və s. bulardır. Daha sonra kollektor hansı tərkib hissələrdən ibarətdir? Elə o da saydığımız da elə həmin o tərkib hissələridir.